Həmirli Kifayət Mübariz qızı, özüm əslən Xocalı sakiniyəm. Naftalan şəhərinə boya başa çatmışam, orada dünyaya göz açmışam və bir müddətdən sonra bizi Goranboy şəhərinə köçürüblər. Mənim atam özü də Xocalı sakinidir, Xocalıda yaşayır. Xocalı mənim üçün, bizim ailəmiz üçün tək torpaq etkisi deyil. Yəni biz orada doğmalarımızı itirmişik, nənəmi, babamı. Atam özü öz ayaqlarını itirib orada 13 gün meşədə qalıb. Yəni valideynləri öz gözünün qarşısında qətlə yetirilib. Yəni amansızcasına bir müsibət yaşanılıb, vəhşicəsinə. Mənim hər zaman içimdə bu hiss yaşanılıb ki, yəni bu inam hissi olub ki, Qarabağımız yəni alınacaqdı. Bütün torpaqlarımız alındı. O cümlədən Xocalımız da geri qaytarıldı, şükür Allahın bu gününə. Mən hər zaman elə ta ki uşaqlıqdan görməsəydim də belə Xocalı, mənim hər zaman arzum olmuşdu ki, inşallah ki, mən də Xocalıya gedərəm, mən də orada sakin olaraq yəni köçərəm, öz elimizdə, obamızda yaşayarıq. Yəni şükür Allaha ki, Allah bunu bizə nəsib elədi. Başda cənab İlham Əliyevin Allah canını sağ eləsin. Allah şəhidlərimizə də rəhmət eləsin. Onların sayəsində, tökülən qanlarının sayəsində biz bugünkü gün yəni bu yerlərə gəlib çıxmışıq. Düzdür, yəni itirdiyimiz doğmalarımızı geri qaytara bilməsəydi, amma ən azı torpaqlarımızda yaşayırıq. 2025-ci ilin avqust ayında biz müraciətimizi bildirdik, bizi bura köçürdülər. Yəni ailəmlə, valideynlərimlə, övladımla bir yerdə bizi evlə təmin elədilər, hər bir şəraitlə də təmin olunduq. Bugünkü gündə Xocalıda, Qarabağda öz evimizdə yaşayıb, yəni məskunlaşmışıq. Mən artıq bura köçmüşdüm və mən öz biznesimi, öz işimi qurmaq üçün, salon işindən çox yaxşı məlumatım olduğu üçün, əvvəllər də çox işlədiyim üçün Qarabağda belə bir işi davam elətdirməyi düşündüm və buna görə də mən Dövlət Məşğulluq Agentliyinə müraciətimi bildirdim. Onlar da sağ olsunlar, çox qısa bir müddətdə işimə baxdılar. Məni özünə məşğulluq proqramına cəlb elədilər. 10 gün təlim keçirildi mənə, evə baxıldı, şəraitimə baxıldı, yoxlanış falan keçirildi və ondan da maksimum bir ay sonra bu sahə üzrə işləməyim üçün lazım olunacaq və artıqlaması ilə nə qədər ki avadanlıq varsa, hamısı ilə də təmin olunmuşam. Torpaqlarımızda yəni hələ də köçümüz davam edir. İnşallah ki, irəliləyən zamanlarda, gələcəkdə daha çox bundan da yaxşı uğurlarımız olar. Çox sevinirəm ki, öz torpağımda, öz işğaldan azad olunmuş Xocalımızda mən öz elimizə, obamızın, yəni xanımlarımıza belə gücümüz çatdığı qədər köməkliyimizi yəni göstərib xidmətlərində dururuq.